Mübarək Həc surəsinin 27-ci ayəsində belə bir ayət keçir. Bu düzdür, əslində Həzrəti İbrahim Peyğəmbər sallallahu aleyhi və səlləmə xitabdır. Amma onun xitabı, ona xitab olması ilə rəğmən bəşəriyyətə bir çağırış mesajıdır. Allah Teala bildiyimiz kimi o Beytullahı, Kəbə-i Müəzzəməni Həzrət İbrahim əleyhissalam oğlu İsmaillə inşa edib, ata-bala onu bina ediblər. Buyurur, وَأَزِّمْ فِي النَّاسِ بِالْحَجِّ يَعْتُوكَ رِجَالًا وَعَلَى كُلِّ ضَامِرٍ يَأْتِينَ مِنْ كُلِّ فَجٍّ عَمِيقٍ. Ya İbrahim, insanlar arasında həcc üçün çağırış et. Əzzin, o müəzzin deyirlər. Məsələn, namazdan qabaq görsən azan verilir. O azan insanları namaza nədir? Çağırışdır. Məsələn, 3 dəqiqə, 5 dəqiqə, Allahu Ekber, Allahu Ekber. Məsələn, namazın vaxtından qəflətdəydin və yaxud gözləyirdin. Elə ki, azan səsi eşitdin, görsən ya namaza hazırlaşırsan, dəstəmazın yoxsa durub bir dəstəmaz alırsan. Bir sözlə, necə azan namaza çağırışdır, o əzzin, aramızda elm əhli olan qardaşlarım, ruhani tələbə yoldaşlarım var, onlar bilir. Ərəb dilində bu əzzin təfil babında əzzənə, yüəzzini, müəzzin, əzzin onun əmridir. Həzrət İbrahim əleyhissalama buyurur ki, insanlar arasında həcc üçün çağırış et. وَأَزِّمْ فِي النَّاسِ بِالْحَجِّ. İnsanlar arasında həcc üçün çağırış et. يَأْتُوكَ رِجَالًا وَعَلَى كُلِّ ضَامِرٍ يَأْتِينَ مِنْ كُلِّ فَجٍّ عَمِيقٍ. Onlar sənə piyada və minik üzərində uzaq yollar keçərək gələcəklər. Deməli, bu ayədə Allahın Həzrəti İbrahim əleyhissalama verdiyi bir əmrdir ki, insanları çağır. Və bu çağırışın cavabı hər bir müsəlman üçün buna cavab vermək, Allaha doğru yönəlmək və cavab verən hər bir kəsdə Allahın qonağı hesab edilir.